Bismillahirrahmanirrahim. Bir məsələ də diqqəti cəlb edir bu İslami araşdırmalarda, hədis araşdırmalarında. Mən bu mövzuya bir dəfə toxunmuşdum. İndi daha belə deyək, argumentli formada toxunmaq istəyirəm. Bilirik ki, İslam təlimatları arasında nəzərə çarpan bir mövzu var ki, xanımlarla ya məsləhətləşməyin, ya bəzən deyilir, bunun əlbəttə bu İslam böyüklərinin sözü deyil, bu nəticə alıb kimlərsə. Məsləhətləşin, amma əksini edin və ya xanımlarla məsləhətdən qaçın və s. Bilirik ki, bunlar mətnlərdə var. Amma bunları götürüb, ümumi bir qanun şəklinə salıb istifadə etmək İslama haqsızlıqdır, İslama zülmdür. Digər tərəfdən bunu yox kimi də qəbul etmək İslama zülmdür. Niyə? İslam insan psixologiyasının bütün cizgilərini bizim üçün açıqlayan bir dindir. İslamın işi gücü insandır, İslamın mövzusu insandır. Quran və hədislərin məsələsi insandır, insan onun materialıdır. İslami təfəkkürün obyekti insandır. İnsanı hər tərəfli xarakterizə edir İslam. Xanım əgər məntiqli, emosiyadan kənar, həyəcandan kənar məsləhət verirsə, ona hökmən qulaq asmaq lazımdır. Əksinə, əgər bir kişi xeylağı emosional məsləhət verirsə, ona hökmən qulaq asmamaq lazımdır. Burada kişi və qadınlıq konkret bir varlıq kimi qələmə verilmir ki, bir xasiyyət kimi qələmə verilir. Məsələn, biz mərdlik göstərən, şücaət göstərən bir xanıma necə deyirik ki, mərd qadındır? Halbuki mərd fars dilində kişi deməkdir. Mərd fars dilində kişi deməkdir. Yaxud qorxaq kişiyə biz niyə hamımız deyirik ki, filan kəs elə bil ki, məsələn, qadındır, kobud dildə deyirik ki, arvad kimidir. Niyə deyilir? Niyə bəs belə məqamlarda xanımların hüququndan danışılmır ki, niyə bu kişini arvada bənzətdiniz? Çünki söhbət hansısa arvaddan, qadından, xanımdan getmir. Söhbət o xislətdən gedir. Mən indi hər iki istiqamətdə mümkün qədər açıqlanma verməyə çalışacağım. Baxın, gəlin belə danışaq. Əgər fərz etsək ki, dini mətnlərdə belə deyilib, qadınlarla məsləhət etmək qadağandır. O zaman bu sadalayacağım mövzuları biz necə izah edəcəyik? 1. İmam Mehdi əleyhissalam, İmam-ı Zaman ağa, Əccəlallahu Teala Fərəcəh Şərifdən bir hədis var. Buyurur, Peyğəmbərin qızında, Həzrət Fatimə salamun aleyhə, mənim üçün gözəl nümunələr var. Həzrət Fatimə salamun aleyhə bir qadındır, məsumə bir qadındır. Öz evində dinini qoruyub, o qədər gözəl qoruyub ki, Allah onun razılığını öz razılığı kimi qələmə verib, o qədər yüksək məqama çatıb ki, əksər kişilər o məqama çata bilməyiblər. İmam Zaman əleyhissalam isə dünyanı idarə edəcək bir kişidir. Dünya siyasətini idarə edəcək bir kişi buyurur ki, Həzrət Fatimə salamun aleyhədə mənim üçün gözəl nümunələr var. Bunu biz hara qoyaq? Əgər qadınla məsləhətləşməyin göstərişi mütləq anlam kəsb edirsə, bunu hara qoymalıyıq? 2. Niyə İmam Hüseyin əleyhissalam Aşura günündən sonraki hadisələrdə lider kimi Həzrət Zeynəb salamun aleyhanı təqdim etdi? Niyə Kərbəla hadisəsinin ikinci bayraqdarı, sərkərdəsi Həzrət Zeynəb salamun aleyhə tanınır, təqdim edilir? Həzrət Zeynəb salamun aleyhə qadın deyilmi? 3.
Quran-ı Kerim deyir ki, Şüeyb əleyhissalamın qızı Şüeyb peyğəmbər kimi bir şəxsə salavatullah aleyh məsləhət verdi. Dedi ki, bu Musa adlı gənc, Musa əleyhissalam çox yaxşı gəncdir, sən onu mükafatlandır. Yəni, məni ona ərə ver. Və Şüeyb əleyhissalam da qəbul etdi. Niyə qəbul etdi? Şüeyb əleyhissalamın qızı qadın deyildi mi? Növbəti, Fironun xanımı Asiyə salamul aleyha qadın deyildi mi? Musa əleyhissalamı ölümdən qurtaran Həzrəti Asiyə salamul aleyha deyildi mi Allahın izni ilə? Növbəti, Kərbəla hadisəsində Züheyr əleyhissalamın xanımı deyildi mi Züheyri Kərbəlaya göndərən? Bugün biz Züheyrə əleyhissalam deyiriksə, onun səbəbi onun xanımı idi. İmam Hüseyin əleyhissalam adam göndərdi Züheyrin çadırına ki, gəl səninlə işim var. Züheyr getməyə tərəddüd edirdi. Xanımı dedi ki, Züheyr, Peyğəmbərin yer üzündəki yeganə varisi səni dəvət edir, sən getmirsən. Bu nə deməkdir? Və Züheyr ürəkləndi, getdi və Kərbəlanın ən möhtərəm igidlərindən birinə çevrildi. Salamullah aleyh. Züheyrin xanımı qadın deyildi mi? Niyə məsləhətini qəbul etdi? Niyə Züheyr əleyhissalam öz həyat yoldaşının məsləhətini qəbul etdi? Həzrəti Fatimə salamullah aleyhada, Həzrəti Zeynəb salamullah aleyhanın məsələsində, Asiyə salamullah aleyhanın məsələsində deyə bilərik ki, onlar məsumə idilər, məqamları yüksək idi, hərənin öz məqamı. Yaxşı, Şüeyb əleyhissalamın qızı ki, məsum deyildi. Züheyr əleyhissalamın xanımı ki, məsum deyildi. Cənnətin ilk şəhidi qadındır ya kişidir? Həzrəti Süməyyə salamullah aleyha, Əmmar Yasir Rizvanullah Teala aleyhin anası. Qadın deyildi mi? Ummu Vəhəb qadın deyildi mi? Kərbəlada Vəhəb əleyhissalamın anası. Oğlunu öz məsləhəti ilə göndərmədi mi döyüşə? Vəhəb niyə anasından məsləhət alırdı? Anası qadın deyildi mi? Və sair və ilaxır. Tarix doludur belə müsbət məsləhət verən qadınlarla və qadınlarla məşvərətləşən məşhur və aparıcı, islahatçı lider kişilərlə, peyğəmbərlərlə, imamlarla doludur. Əgər biz bu sözü mütləq anlamda qəbul etsək və desək ki, qadınla məsləhətləşmək olmaz, zərərlidir, o zaman biz bu mövzuları hara qoymalıyıq? Ümumiyyətlə, hansı alimanə cavab verilə bilər bu mövzulara? Hansı tədqiqatçı bu mövzulara obyektiv cavab verə bilər, insaflı cavab verə bilər? Bunun o biri tərəfi də var, bəli. Qadınlar əgər özlərini tərbiyə etməsələr, emosional məsləhətlər verirlər. Qadınlar uzun müddətli məsləhətlər verə bilmirlər adətən, yəni uzaq görən məsləhətlər adətən verə bilmirlər. Söhbət emosional duyğulara, təfəkkürlərə malik xanımlardan gedir. Elə xanımlar var ki, kişilərdən 1000 dəfə yaxşı başa düşür, 1000 dəfə yaxşı məsləhət verirlər. Amma söhbət yəni əksəri xanımlardan gedir. Çünki əksər xanımların işi məsləhət vermək deyil. Əksər xanımların işi ailə tərbiyəsi ilə məşğul olmaq, övlad tərbiyəsi ilə məşğul olmaqdır. Xanımlar öz övladları ilə, körpələri ilə məşğul olduqları üçün məcburdurlar körpələşsinlər, məcburdurlar hissiyatlı olsunlar, kövrək olsunlar, riqqətli olsunlar, emosional olsunlar. Ona görə bəli, onlardan məsləhət almamaq bu nöqteyi nəzərdən ki, onun işi ayrıdır. Onun vəzifəsi başqadır. Bu xanımın gözdən salınması deyil. Xanım özü də qəbul etməlidir ki, mənim öz işim var. Mən kişinin işini bacara bilmərəm, necə ki, kişi də mənim işimi bacara bilməz.
Kişi də mənim etdiklərimi, mənim duyğularımı bacara bilməz. Kişi də mənim uşağa verdiyim emosiyanı uşağa verə bilməz. Bütün kişilər qadınların vaxtı ilə onlara verdiyi emosiyanın məhsuludurlar. Odur ki, bu məsələni şişirtmək, bu məsələdə qadınların haqqına girmək və ya əksinə bu məsələdə qadınların duyğusal varlıq olduqlarından imtina edib hökmən onları kişiləşdirmək hər iki tərəf yanlış metoddur. Bu kimi məsələlərdə ehtiyatlı olmaq lazımdır. Bu kimi məsələlərdə biz İslamı düzgün anlamalıyıq. Hədis-şünaslıq Quran ayələrinin təfsirini etməkdən çətin olmasa da elə o qədər çətindir. Yəni dinimizdə fiqh əkbər deyilən, fiqhun əkbər deyilən bir mövzu var. Yəni böyük agahlıq. O da hədis-şünaslıqdır. Bir hədisi götürüb hər şeyi onunla həll etməyə çalışmaq dayazlıq əlamətidir. Tədqiqatçı olmamağın göstəricisidir. Allah Teala bizi məntiqimizdə, düşüncəmizdə bəlaya düçar etməsin. Allah amanında qalın.